Şəhriyar adına mədəniyyət mərkəzində Türk Dünyası Bakı Atatürk Liseyinin məzuniyyət mərasimi keçirilib. Yeni Çağaz xəbər verir ki, tədbirdə Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuq Turgəner, xalq şairi Sabir Rüstəmxanlı, Milli Məclisin deputatı Tənzilər Rüstəmxanlı, Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı Közhan Yazqan, Türk Düşüncə Mərkəzinin sədri Məlahət Qurbanova, rəssam Rəis Rəsulzadə, liseyin pedaqoji kollektivi, şagirdlər, valideynlər və ictimai siyasi xadimlər iştirak ediblər. Tədbir Ulu Öndər Heydər Əliyev və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kemal Atatürkün əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması və Azərbaycanla Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Liseyin müdiri Eyləm Gültəkin açılış nitqində qonaqları salamlayaraq məzunlara gələcək həyat yollarında uğurlar arzulayıb. Xalq şairi Sabir Rüstəmxanlı da çıxışında məzunları təbrik edərək belə bir nüfuzlu liseydə təhsil almağın böyük üstünlük olduğunu vurğulayıb. Şimali Kipr Türk Cümhuriyyəti nümayəndəliyinin rəhbəri Ufuq Turgəner isə gənclərin Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında oynayacaqları roldan bəhs edib. Mərasimdə liseyin məzunları musiqili kompozisiyalarla çıxış ediblər. Qeyd edək ki, Türk Dünyası Bakı Atatürk Liseyi 1992-ci ildə Türk Dünyası Araşdırmaları Vəqfinin qurucu başqanı Professor Turan Yazqanın təşəbbüsü və Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə təsis olunub.